Mən Ağdam rayon 51 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Ruhum Bayramlı. Bugün sizə 2783 şəhiddən biri olan Vüqar müəllim haqqında məlumat verəcəm. Vəliyev Vüqar Eminoğlu 1995-ci il 22 oktyabrda Ağdam rayon Rızalar kəndində anadan olmuşdur. Vüqar müəllim 2003-cü il sentyabrın 1-i Ağdam rayon Rızalar kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olmuşdur. Erkən yaşlarında atasını itirdiyi üçün bütün məsuliyyət Vüqar müəllimin üzərinə düşmüşdür. Çətin uşaqlıq illəri keçirmişdir. Vüqar müəllim 2013-cü ildə məktəbi yüksək qiymətlərlə bitirərək və həmin il 290 bal yığaraq Azərbaycan Respublikası İdman Akademiyasına daxil olur. Universiteti yüksək qiymətlərlə oxuyur, müəllimlərin rəğbətini qazanır və bütün imtahanları öz biliyinə keçirdi. Şəhidimiz hər dəfə imtahanlardan keçdiyini biləndə sevincini evə gəlib musiqi qoyaraq bildirirmiş. 2017-ci ildə universiteti bitirib Heydər Əliyev adına Ali Hərbi Akademiyaya hərbi xidmətə yollanır. Ana ağlama, qara bağlama, oğlum şəhid oldu. Yarım ağlama, ürəyi dağlama, qəbrim nurla doldu. Ana ağlama, qara bağlama, oğlum şəhid oldu. Yarım ağlama, ürəyi dağlama, qəbrim nurla doldu. Vüqar müəllimə nizam intizamına görə tərifnamə təltif edilir. Vüqar müəllim 2018-ci ildə hərbi xidməti bitirir və 2019-cu ildə müəllimliyə imtahan verərək 42 bal yığaraq Ağdam rayon 18 saylı tam orta məktəbin fiziki tərbiyə müəllimi olur. Vüqar müəllim olmasına baxmayaraq əməklə, əziyyətlə qazanılan işlərə həmişə dəyər vermişdir. 2020-ci ildə qismən səfərbərlik elan olunaraq Vüqar müəllim torpaqlarımız uğrunda gedən döyüşlərdə ordu sıralarına geri sarılır. 25 yaşına tamam olmasına 5 gün qalmış 17 oktyabr 2020-ci ildə Spolşan uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə uzanır. Ölümündən sonra Vüqar müəllimə Cənab Ali Başkomandan İlham Əliyev tərəfindən Vətən uğrunda ordeni təltif edilir. Şəhidləri unutsaq, unudularıq. Şəhidlər ölməz, vətən bölünməz. Bugün şəhidim köçdü evimizdən, itdi gözümüzdən, amma getmir qəlbimizdən. Bugün yenə vətən ağlayır, sən uyur şəhidim, sən uyur.